Bu nəsiyyətimin sonunda istəyirəm bir əhvalat danışım. Xüsusilə də sənin üçün maraqlı olacaq. Mənim üçün maraqlı deyil, siz bir-birinizi necə tapmısınız. O maraqlı deyil. Mənim üçün maraqlıdır ki, Allah onu necə nəsib edib sizə ki, bir-birinizə qovuşasınız, bir-birinizi tapasınız, sevəsiniz və ailə qurasınız. Buna nə deyilir bizim İslam termininə? Qədər. Bu hələ siz üzr istəyirəm ifadəmə görə ana bətnində olanda yazılıb ki, sən bu qızla ailə quracaqsın. Bu qədərdir. Və Allahın sənə bəxş etdiyi o qədərə nankorluq eləməməlisən. O qızı ovucunun içində saxlamalısan. Necə ki, balıq qulağının içində mirvari olur, heç keç görməsin. Ancaq sənin üçün əziz olsun. Qoruyasan. Ömrünün axırına qədər. Bizdə deyirlər, həyat yoldaşı, yəni həyatın axırına kimi yoldaş. Qoşa qarıyasınız. Bunun üçün həmin o əhvalatı danışıram. Baxın, görün, həqiqətən də Allah Teala istədiyini çalışdırır. Deməli, tarixdə böyük alimlərdəndir, həm də öz bölgəsinin qazılarından olur. Qazı, bu vaxtki prokuror. Amma o alimlər həmişə təvazökar olub o vaxt. Həmişə təvazökar olub və çox da varlı insanlar olmayıb. Özlərinə görə mal dövlət olub. Neysə, bu bir qədər özü ilə pul götürür, gedir həcc ziyarətinə. O həcc ziyarəti indiki kimi deyil, təyyarə ilə gedəsən, tez uyub çatarsın. Neçə gün yol getməlisən, neçə gün orada qalmalısan, sonra geri qayıtmaq var. Pul qutarır. Həcc qutarana yaxın pulu qutarır. O boyda alim fikirləşir ki, gedim bazarda orada işləyim, bir qədər pul qazanım, o pulla geri qayıda bilir. Təvazökarlığıdır ya. Elə yolla gedəndə bazara tərəf, bazara çata-çatdı, görür yerdə bir bağlama var. Götürür bağlamanı, açır, içində bir dənə mirvari boyunbağı. Mirvarinin indi dəyəri yoxdur, amma o vaxtda ən bahalı, qızıldan da bahalı mirvari. Çünki o oradan çıxartmaq çox çətin olurdu. Dalğıcılar girib oradan çox, ona görə mirvari olduqca baha idi. Deməli, bu mirvarinin də açır, baxır, bu mirvarinin qiyməti 50.000 dinardır o vaxtı. Dinar qızıl pullardır, bir dənə dinar 5 qram qızıldır. Vurun onu, gör neçə milyon edir. Bir dənə mirvari boyunbağı. Tapır onu, saxlayır özündə. Allah da edir ki, yiyəsini tapım qaytarım özünə. Yiyəsi də elan edir ki, mən itirmişəm belə mirvari, kim tapıbsa ona 500 dinar verəcək. 500 dinar da bunun geriyə qayıtmağa bəs eləyir, kifayətdir ki, bazarda işləməyə ehtiyacı yoxdur. Gəlir, tapır, hamın adamı tapır, deyir ki, bəs bir dənə mənə vəsf elə, nə cür mirvaridir? Deyir, bax, belə. Deyir ki, bəs yaxşı, bağlama nə rəngdədir, hansı parçadandır, nə rəngdədir, necə, harada itirmişsən, hamısını deyir, görür ki, bu adamındır, qalxır, al, qaytarır özünə. O da çıxardır cibindən, o zəngin adam olur. 500 dinar, deyir, mən istəmirəm. Deyir, niyə? Deyir, mən bunu tapanda Allaha söz vermişəm ki, təmənnasız bunu yiyəsinə qaytaracam. O da başlayır ağlamağa ki, sən kimi indiki dövrdə adam bu cür düzgün adam olsun və belə hərəkət eləsin, yoxdur. Ağlaya-ağlaya çıxıb gedir. Üstündən bir neçə il keçir. Həmin o qazı bir başqa şəhərə gedir, orada bir konferans çıxış eləməlidir, söhbət eləməlidir. Gəmi ilə gedir. Nəsə gəmi yolda batır, sahilə yaxın. Bu da sahilə çıxır, bütün yaş suyun içində. Fikirləşir ki, gedim məscidə, məsciddəkilər mənə sığınacaq verər də, paltar verər, yemək verər. Gəlir məscidə. Məsciddə buna sığınacaq da verirlər, paltar da verirlər. Baxırlar ki, bu üzündən nur yağar adamın. Yaxşı, deyir, nə qədər istəyən burada qal. Sənin üçün, sən qeyri-adi insana oxşayırsan. Qalır, namaz vaxtı imam yoxdur məsciddə. Deyirlər ki, sən namazı qıldıra bilərsən, qıldırımdır. Bu alimdir. Quranı əzbər bilir. Namazı qıldıranda bunlar baxar, bu Quranı necə oxuyur, necə adam? Bir-iki dənə suallara cavab edir, bu İslamdan da başa çıxır. Sonra məlum olur onlara ki, bu alimdir, hafiz Qurandır. Deyirlər ki, qardaş, bax, cavan oğlansan, mərifətli oğlansan, xoşumuz gəlir səndən. Bu kənddə bir dənə yetim qız var, istəyirik səninlə onu evləndirək. Bəlkə bir görüşəsən, baxasan, xoşuna gəlsə,
Evlənəsən elə burada sənə ev də verək, heç qayıtmayasan da. Burada o vaxtlar elə idi ya. Bir nəfər məsələn çıxırdı, buradan gedirdi, məsələn Çinə otururdu orada, orada evlənirdi, orada İslamı yayırdı, orada da vəfat edirdi. Belə İslam yayılıb. Bu adam razılaşır. Razılaşır. Qızla da danışırlar ki, gedək, səninlə oturub söhbət eləsin, səni görsün də. Bəyənsə səninlə ailə qursun. Deməli, qız gəlir. Üzbəyiz oturur, bu qıza baxmır. Qızın boyunbağına baxır ancaq. Diqqətlə belə baxır, qız da pərt olur da ki, gətiriblər ki, mənə baxsın, boyunbağıma baxır. Bu dünya malı, dünya adamıdır ki, bu. Başını salır aşağı, qız qalxır, ağlaya-ağlaya gedir, inciyirlər. Cəmaat deyir ki, nə oldu? Deyir, bu adam deyir, mənim boyunbağıma baxır. Bu dünya malına həris insandır da bu. Bunlar deyir, ola bilməz, biz 2-3 həftədir bu ilə bir yerdəyik. Bunun kimi bu yerdə mümin adam yoxdur. Burada nəsə var. Bunu yoxlamaq lazım, soruşmaq lazımdır özündən. Gəlirlər alimin yanına ki, bəs doğrudur, sən onun boyunbağına baxırdın. Deyir, bəli. Deyir, niyə? Deyir, çünki o boyunbağını mən bir neçə il bundan əvvəl həcc ziyarətində tapmışdım. Tapdığım həmin boyunbağıdır. Yadıma o əhvalat düşdü. Bu yığışanların hamısı başlayır ağlamağa. Deyir, nə oldu sizə birdən? Niyə ağlayırsınız? Deyir ki, bilirsən, bunun atası kimdir? Bunun atası həmin o boyunbağının yiyəsidir. Həzdən qayıdandan sonra vəfat ediyənə qədər Allaha dua eləyirdi ki, o adamı bir daha qarşıma çıxar, qızımı ona verim, ondan layiqlisini tapa bilməyəsən. Və deyir, Allah da səni gətirdi, çıxartdı bunu. Bu qədərdir, qədər. İndi, əgər Allah Subhanahu sənə qədərinə yazıbsa və gözəl o cür ailə, belə hardan tapacaqsan o cür? Həm də sevdiyin, istədiyin. Bunu qorumalısan, qardaş. Göz bəbəyin kimi qorumalısan və qorumaq üçün təkcə belə kişi xasiyyətindən əlavə qoruyana gərək dua eləyəsən ki, o da kömək eləsin, o da qorusun.